Mehman, bu qadınam, sən də bunu da yaxşı bilərsən. Bu nətərdir? Türmədən çıxanların hamısı xərçək tutulur, bu xəstələr, xüsusilə polisdə. Bu xərçək xəstəliyin yayırlar deyəsən də, burada çox misallar Mən çəkmək olar. artıq indi tam əminəm ki, bu təsadüfi deyil. Gözəl Bayramlı bizim Mərd xanımımız deməli Çox həbsxanadan belində çapırdı ya. həbsxanadan çıxanda xərçəng oldu, məndə oldu, Əvəz Zeynallı, indi Aynur Elgünəş və digərlərində. Yəni İlham Dilarə Əliyev, xanım, Ziyafət Abbasova, bu təzəcə bəli, bir bəli. jurnalist xanım, hamısı xərçəng olur. Bu yəni ölən əskər şeylər var idi, cəbhəçilər var idi, ölən cəbhəçilər. Birbaşa necə yoluxdururlar sizcə? İynə ilənmi, yeməkdənmi, necə? Bax, sistem belə ki, həbsxanada sən hərbidə olmusan da, həbsxanada da eynidir. Bizə valideynlərimiz, qohumlarımız yemək gətirir. O yemək dustağa çatana kimi türmə rəisinin əlindən keçir. Orada nəzarətçilər var. Orada DTX-nın iş verənləri var. Polisin əməkdaşları var. Prezident aparatının, yəni Mehmanın atası evdə dolma pişirib, Mehmana Kürdaxanıya dolmanı gətirirsə, o bir 5-6 əldən keçir. DTX-nın əlindən keçir, penitensiar xidmətinin əlindən keçir, Ədliyyə Nazirliyinin əlindən keçir, polisin əlindən keçir və sonra həmin dolmanı gətirirlər Mehmanın kamerasına, Kürdaxanda. Və mən nə bilim o dolmanın içinə iynə ilə və ya hansısa bir zəhərlə o yemək sağlamdır. Mən də onu yeyirəm və mütləq deyil ki, dərhal xərçəng olum. 2 il həbsxanadayım, 3 il həbsxanadayım. O dərmanla o xərçəng hüceyrələrini yeməyimə qatırlar və salam cüddamam. Bu belə ola bilər. Yoxsa belə kiməsə gəlib zorla iynə vuraq və s. elə inanmıram. Yəni yemək ən yaxşı üsuldur. Yeməyə hər şey qata bilərlər. Dərman, kimyəvi dərman, zəhər və s. Yəni bu mümkündür. Düzdür, Ziyafət Abbasova da yenə deyirəm, dedi ki, məni polis şöbəsində yaxşı yemək zat təşrif edədilər, yedizdirdilər. Sonra bir ayda deyir, 3 dəfə banisada yatdım, bütün yediyimi qaytardım və dedilər xərçəngsən. Mən indi bildim ki, polislər məni orada xərçəngə yoluxdurdu. Ziyafət xanımla bunu Bəli, ölməmişdi, yanında da onun səs səs yazısı yayılmışdı və mən də əminəm ki, bu təsadüfi deyil. İndi digər jurnalistlərimiz də həmin xəstəliyə yoluxub. Nəinki xəstəlik, Tofiq Yaqublu artıq yeriyə bilmir. Nazim Bəydəmirli, onun ürək xəstəliyi var. Ələsgər Məmmədli, en qədər adamlar var ki, xəstəlikdən əziyyət çəkirlər və tibbi yardım vermirlər. Deyirlər ki, get, öl, get, qırıl, yarı canlı ol, sonra səni azad eləyərik. Bax, İlham Əliyev budur. İlham Əliyevin xisləti budur. Burada bir xanım da var, Dilarə xanım paylaşmışdı onu. İstəyirəm onu da sizə təqdim edəyəm. Bax, bu xanım da kimdir? Jurnalistdir də. Aynur Elgünəş. Elgünəş. Bax, bu jurnalistdə xərçək xəstəliyi oldu. Əvəz Zeynallı canavar kim adam idi. Girdi, bir ilə oldu ha elə. Bir ildə tutmadı ha, bir ilə. Mən də deyirəm ki, bu Ziyafət xanımı niyə tutmurlar, həbs eləmirlər? Sən demiş ki, yoluxdurublar, vaxtını gözləyirmişlər. Bəli. Artıq mən də deyirəm Mehman, inşallah hökumət bizim əlimizə keçsə, bu sübut olsa, bunları nəsillikcə yoluxduracağıq. Nəsillikcə. 100%. Mehman, bu ümumiyyətcə valla elə bir ki, hər dəfə deyirik ki, da bundan betər olmaz da. Da bundan betər olmaz deyə deyirik də. Bundan betər bizə, gör nə edirlər, elə cərmə növləri ortaya çıxardırlar ki, pişmiş toyuğun gülməyə gəlir. Bax, taksidən başqa, həkimdir, həkim belə, müəllim belə taksili eləyir də, işə gedəndə adam götürür. Taksilidən başqa yaşama şansı qoymur, taksili eləyəni cərməliyir. Bədənini satmaqdan başqa yaşama şansı qoymur, bədənini satan ancaq polisdən əlbir olub satmalıdır, yoxsa cərməliyir, həbs edir. Narkotikdən başqa şans qoymur, narkotik hər yerdə orta məktəblərə kimi yoluxdurur, yeməyin içində yoluxdurur, hamını uyğunlaşdırır, sonra narkomanları cərməliyir. Bak adam TikTok'dan başqa dolanışıq şansı qoymur, orada artıq əksik danışanı cərməliyir. Osturanı cərməliyir.
Her şey, Yoxsa her ona şey. cərimə düşmür? Yok indi cərmələdilər də qız rosturmaqdan başqa şans qoymadı, sonra da cərmələdi. Hər nəysə. Bax, indi gör nə cərimə növü çıxardıblar ha bunlar. Gör nə cərimə növü çıxardıblar. Deyirlər ki, katastr planında sən yoxdursa, evin qabağına bir dənə gül əkibsənsə, bir dənə ağac əki, hamı indi eləməlidir də evin qabağına bir dənə darvazan, rayon yerində sanda. So, 600 manat cərimə. Katastr planından əlavə neynəsən cərimə. Mal da mı tikirsən cərimə. Bu qədər Qəşəng. cərimələrlə zaten bir mərtəbə evin qiyməti başqadır, pul versə 10 mindir, 2 mərtəbə 20 mindir pul verməlisən tikməyə. İnan Allaha deyim, xəbərin var mehman, sən bilməm, bəlkə xəbərin ola ya olmuyor. Bax, Sabirabadda, başqa rayonlarda da belədir ha. Həqiqətən 10 hektar qarpız əksən, gəlirlər 60% mənimdir, 50% mənimdir. Bəli. Yəni o Şəmkirdən ki, Toza gedirsən, Şəmkir keçəndə Toza tərəf gedəndə solda bir boçka zad var, belə üzüm sahəsi. Aya, ilk dəfə oranı Rusetçik gəldi də, oranı düzəltdi. Bəylərlə prezident gəldi açılışını. Gedəndən sonra bəylər çağırıb gəbro. Davay 80% bizimdir, 20% sən. Adamı infak vurmuş deyə. İndi mən həmişə nəyi fikirləşirdim mehman? Deyirdim, bu Toz rayonunda bu Tofiq Zeynalov icra başçısı gedəndə bu boyda xaladenliklər, bu boyda hektarlarla, o 100 hektarlarla kartof sahəsi, üzüm sahəsi, sarımsaq, soğan, fermalar, bütün bazarlar zada bu boyda gəlir sahələri neyniyəcək özünlə hara aparacaq? Sən demə bunun heç bir icra hakimiyyətinin deyilmiş. Heç orada otel var, neydi onun adı? Tozda bir yekə otel. O da İlhamın deyilmiş. Balaca Heydərə hədiyyədir dedi. Eşitdin də o söhbəti. Bəli, bəli. İndi qadam bax icra hakimiyyəti getdi, yerinə zəhər mamet gəldi. Dərman monopoliyasının başında duran. Bax, bütün obyektləri bu idarə elədi. Elə bil ki, prezidentlər dəyişəndə də məncə belə olacaq. Bütün obyektlər təzə icra başçısı təhvil alır. Buna görə bunu ödəməlisən. Minimum hədd budur, maksimum hədd budur. Ödəməlisən. Vəssalam. Bax, Toz rayonunda biz Tozdan iftiyə deyirəm də. Elə bayaq göstərdiyin qazi də, hacı da Tozluydu o. Məhkəmə 2 il 6 ay həbs cəzası kəsdi. Ümumiyyətcə Tozdan siyasi fəallar çoxdur. Toz rayonunda gör neçə dənə hambal bazar var. Hambal bazar deyirəm ha, cəmaatın qız gəlinləri, körpə uşaq da gəlirlər. Özdə sahəyə səni avtobusdan aparmırlar. Mazın, kamazın, zilin belinlər yığırlar, hamısını sahəyə aparırlar. Bax, əvvəllər mənim orada qonşularım orada işləyirdi. Qonşu deyəndə kəndimizdən orada işləyirdi. Deməli, əvvəllər işdanında zadda belə at paltar zadda qartof zad çıxartmağa imkan var idi. 15 manat gündə pul verirdilər, 12 saat işlədirdilər, 14 saat. Və ona bir də gördüm, arvad gəlir, utanır, gedir otağa, işdanından zaddan şey çıxardır, qartof zad. İndi 50 illər orada qoymurlar qoymağa. Üstəlik qiymət də aşağı düşür, 12 manatdır. İndi bax, gör neçə hambal bazar var Toz rayonunda. Qaraxanlı, Əlmərdanlı orta priyezi 1, Öysüzlü Pavarotu 2, Düz qırıqlı 3, Aşağı Ayıflı 4, Dondar priyezi 5, Dağ Pavarotu, bu birisi Dağ Pavarotu, köhnə Dağ Pavarotu, nədir o, keçidin yanı, keçidi ləğv ediblər, keçidin yanı 6, sonra harayda, Avtovağzal 7, bu tərəfdə Qarördəkli tərəf 8, sonra Öysüzlü Pavarotu dedim mi, demədim mi, 9, sonra harada, deyirlər, hələ bir dənə təzə çıxıbdır o, Böyük Qışlaqda. Bu qədər hambal bazarı mı olar bir rayonda? Hamı icra hakimiyyətinin qartof sahələrində işləməyə gedir. Bunu kim oğlan bax, mehman kim oğlan, soruşacağım nəyin var, dədən nə sürür, deyəcək ya at ya eşək. Eləcə də mənimkilər. Amma bax, Baboş nə sürür, Elizar nə sürür, Limonze nə sürür. Baxın deyilən vətənə. Harada cındırlar var, petfular var, əxlaqsızlar var, hamısı bahalı evlərdə, bahalı maşınlarda, bahalı restoranlarda kef eləyir. Harada qeyrətli oğlanlar var, ölkədən didərgin düşüb, qeyrətli xanımlar ölkədən didərgin düşübdür. Ölkədədirsə də, qardaş, ya sındırıblar, ya da sındırılmağa uçretini gözləyir, növbəsini gözləyir.
Hamının qapısı döyüləcək elə mehman. Nə olacaq? Bir şey deyim də, bax sən də toğutsan. İt itdi, pişik pişikdi, atdı, itdi, pişikdi, maşındır. Bunun düşər düşməzi olur. Bir də görsən alıbsan maşın, ya it deyirsən, ya bu it qapıya gələndən it günündə yaşayıram. Və gedib itin qulağına, nə bilim, pişiyin bığını kəsib az deyirsən. Ay, İlham Əliyev gələndən qardaş, aclıq baş alıb gedir. Bax, dünən sırağa nəticələrimiz Qarabağı ermənidən azad elədilər, amma İlhamdan azad edəməyiblər, İlhamı məmur. Bax, əskərlərimiz balığı yava ilə tutur. Meşələr, bax, nar bağları, alma bağları, ceyran cür, qırqovul ayağımızın altından pırıldayırdı biz hərbidə olanda kəşfiyyata gedəndə. Ay, yoxdur da, bax, cəmaət pul verir, Kürdə tokdan, bomba ilə balıqları tuturlar. Kürdə, Arazda, Alazanda, hər yerdə. Qarabağ kanalında, hər yerdə, çaylarda. Azərbaycanda 700-dən çox çay var, kanal çay var. Hər yerdə təbiəti sökürlər. Qırqovul vurmaq üçün kəpərin ayağına gedirdik. İndi getcinən 3 gün, 5 gün axtar görün qabağından heç bir sərçə keçir ki, bir qırqovulda keçsin. Ay, bu nə qayraq bu İlham Əliyevdən? Ay, bunun ayağı niyə belə? İlham Əliyevlə, bax, biz blogerlər, jurnalistlər olaraq bir tərəfdən İlham Əliyevi ifşa eləməliyik. Millət də, vətəndaşlar da digər tərəfdən etiraza qalxmalıdırlar. Yəni, İlham Əliyev öz başı ilə, İlham Əliyev öz xoşu ilə, seçkilərlə çıxıb gedəsi deyil. İlham Əliyev, mən həmişə demişəm də, bax, sən özün də demişsən axı, İlham Əliyev osturaqdan pul qazanan adamdır. TikToker osturur, pul qazanır. İlham Əliyev deyir ki, sən mənim payımı verməlisən. Yəni, İlham Əliyevin əlacı olsa, bizim evimizə də hər bir evə girib deyəcək ki, tas qoyuram, bu gündən tas qoyuram. O məşhur lətvə var da. Yəni, İlham Əliyevi dayandırmaq üçün etiraz etmək, İlham Əliyevi rədd etmək, budur çıxış yolu. Bu olmasa, geci tezi İlham Əliyev bizim evimizə soxulacaq. Hər bir kəsin qapısı döyüləcək, geci tezi var. Yəni, bundan heç kim qaça bilməyəcək. Buna tam əmin olun. Hər kəs bunu qulağına sırğa eləsin. İlham Əliyevin ailəsi heç vaxt doyan deyil. Bu bir. Əliyevlər ailəsi doymayacaq. Əliyevlər ailəsi son qəhbiyinə qədər bu milləti talayıb, bu milləti soyub, kef eləyəcəklər. Nə qədər ki, biz susacağıq. Mehman, bir tamaşaçı bir sual yazıb, amma sualdan qabaq 2 dənə kadr, qısa kadr göstərmək istəyirəm. Artıq hər kəs danışır. Baxın, belə gözəl xanımlar da etiraz edir. Çünki bədənini satmaqdan başqa yaşama şansı verməyiblər. Bax, Azərbaycanda yaşamaq üçün bədənini ya şərəfini satmalısan. Bədənini, şərəfini satmırsansa, sən yaşamırsan, sürünürsən. Baxın. Baxın. Baxın, deyək. Mən bugün Azərbaycana gündəlik neft və qaz ixracından 200 milyon dollar gəlir və bu sadəcə neft və qazdır və başqa ixracatları hələ demirəm. Və bu vəsait Azərbaycan xalqının rifahına yox, Mehriban Əliyevənin kosmetoloji prosedurlarına, üz cizgilərinə və əyrimçi ayaqlarına xərclənir. Əliyevlər ailəsinin itləri, pişikləri Azərbaycan xalqından daha yaxşı yaşayır. Bu o deməkdir ki, Azərbaycan hakimiyyətinin gözündə xalqın dəyəri heyvandan daha aşağıdır. Mən ümid edirəm ki, xalq bunu başa düşüb. Xalq bunu başa düşüb ayağa qalxacaq və zalim hakimiyyət devriləcək. Mən bugün Gələn vətənəm, görürsünüz necə xanımlar artıq bu adamı da öldürdülər ha. Bespanı öldürdülər. Birbaşa Mehriban Əliyevanın göstərişinlə Bespanı, milyonların sevimlisi reperi öldürdülər. Ondan xəbər çıxmadı da, ha? Yox. Bespanı... Qarabağda əldə silah daraqla, dəmirsən üstənir, yaxçılarla maraqla. Çoğu biznes bitdi dedik, TikToka başlamazdan, pozğunluğu təbliğ edən çox qazanır sabahdan. Dəyərləmədən Bespanı Mehribanın əmrinlə öldürdülər. Yoxdur Bespan. Nə qədər vaxt araşdırıram, dostlar, sağa sola hər yerə.
Azərbaycan batıb gedib, ay millət, yes ölkədir, bax, oğlunu göndərib deyil, vayni biletə Nigodlu peçat vururlar, diqqət eləməyib. Baxa, Nigodlu peçat vurulduğu halda aparırlar əskəriyə, əskərlikdə tam xidmət edib, gəlibdir. Bir də işə qoymaq istəyən də deyiblər, bu Nigodlu vayni biletdir. Bə nə təri, görün Azərbaycan nə gündədir. Azərbaycan elə gündədir ki, artıq Azərbaycana baxın. Artıq kəndlər, məhəllələr qruplaşırlar, narkomanları insanlar tuturlar artıq. Baxın, polis şöbələrində optavoy verilir narkotik. Baxın. Ala baxın. Baxın, millət. Uçması hazırdır. Millət hamısı yığılıb, narkoman axtarır. Narkoman yığılır buradan. 9 nəfər bugün tutulub, bir dənəsi qadın idi. Deyirlər, artıq millət o vaxt vardı, erməni üçün barikadalar qururdu. Zeyor, bozqurtlar, amonlar, etibarlar, zöhrablar. İndi daha dəstələr yığır, vətənimizi qoruyurdular, ha. İndi artıq İlham Əliyevin narko bariqalarla, polisin narko bariqalarla qorunmaq üçün insanlar gecə növbə çəkirlər, qruplar halində.